Buyurun. Biz anda teşekkür edeyim. Qarabağ Bu Alman mucize değil mi? Dünen halkımız matem günü yaşadık biz. Bugün halkımızı sevindiririk. Cenab Prezidentimiz Avrupa'dadır. Tarihimizde birinci defa Almanya'ya uduruq biz. Mucizedir. Ve ben size bir şey diyeyim. Bu pul gücüyle elenilmeyip. Bu nedir bilirsinizmi? Qarabağın müqəddəs adının bize verdiği ilhamdır. O mənəviyyatdır, bu aile duygusudur. Biz buralara milli değerlerimizden ötürü geldik. Ben size diyeyim, bunların hamısı futbolcuların keyfiyyətləri bir baxsız bizimkinden üstündür. Bu Eintracht Frankfurt tezliklə 100 illiklərini qeyd edəcəklər. Möhtəşəm Bundesliga klublarıdır. Ve bu benim arzum odur ki Qarabağ cavanlarımıza ışık olsun. Mənəviyyatımızı itirməyək. Biz Azərbaycan olmamıza sevinək. Bu büyük bir hediyedir. Bu ışığı ürəyimizdə daşıyaq. Mənəviyyat olan yerde, zahmet olan yerde de uğur olacak. Ben doğrudan da çok sevinçliyim. Ahır sekund, ahır moment gelen bu gol. Bilmirəm siz ne düşünürsünüz? Tarbək sualına cavab olaraq Siz mənə cavab mən bildirim. Adətən Alman maşını deyirlər. Son dəqiqələrə qədər mübarizə aparıb qələbə qolunu vurub qazanırlar Bəli. Alman klubları. Bəli. Bu dəfə Qarabağ onun əksini sübut elədi. Ben size razıyam. Ben size tam razıyam. Bilirsiniz, Qarabağ destan yazır Avrupa oyununda. Hamısı məətəl qalıb. Kimdir bu komanda? Biz prezidentler görüşəndə siz, əlbəttə sizler medya orada yoktu. Büyük bir ehtiram var, büyük bir hürmet var. Ve birinci söz onu deyirlər ki, halal olsun sizlere. Halal olsun deyirlər. Ve deyirlər ki, siz bizim bildiğimiz bütün kadroları cırırsınız. Bizim bildiğimiz bütün o limitleri aşırsınız. Ve deyir ki, siz Azerbaycan'ın halkınızı temsil edirsiniz. Ve dünyanın, Avrupa'nın Azerbaycan'a hürmeti var. Benim için şəxsən bundan büyük şərəf ola bilməz. Bundan büyük şərəf ola bilməz. Limiti aşmaq estafeti Liverpool'da ola bilər. Necə? Limiti keçmək estafeti Liverpool'da da ola bilər. Ben size bir şey diyeyim. Biz her oyunda görürsünüz ne kadar rahat çıkırıq. Udmaya çıkırıq. Biz Liverpool'la beraberle çıkmırıq. Netice ne olacak bilmirik. Liverpool möhtəşəm bir kulüptür. Möhtəşəm. Bunlar gigant kulüplardır. Ama ben size söz veririm. Qarabağ oraya rahat. Biz oraya udma için çıkacağız. Neticede futboldan biraz da Allah'tan asılıdır. Bir Azərbaycanlı futbolçu müstəqil Azərbaycanın tarixində Çempionlar Liqasının əsas mərhələsində gol vurdu, özdə qələbə topu Bəhlul. Bu haqda fikriniz maraqlıdır. En büyük fəxr hissi var bende. Elbette. Bu möhtəşəm bir fəxr hissidir. Biz öz futbolcularımız var. Hamısı destan yazırlar. Ona göre derim ki Qarabağ bir ailedir. Təzədən deyirəm ki bizi buralara getiren manevi değerlerimizdir. Ve mənəviyyatımız biz heç vaxt əldən etmirməyik. Milli ruhumuzu heç vaxt əldən etməyik. Mən azarkeşləriniz elə bir pankart açmışdı oyunun gedişində ki, bizim inancımız sizin büdcənizdən böyükdür. Bəh, mən indi sizdən eşidirəm, möhtəşəmdir. Bakın eğer buraya gelip çatmışlarsa ki inan, benim özüme olan inanım o kadar möhtəşəmdir ki onda Qarabağ missiyasını yerine getirir. Ben size bir şey diyeyim.